Rızayev Ahmet Mirxasoğlu, şəhid Rızazadə Mirmuradın atası. Muradın xatirələri çoxdur, yəni arzuları hamısı ürəyində qaldı. Mənim də arzularım ürəyində qaldı, daha doğrusu. Murad, necə deyim, Murad seçilən evlad olub da, yəni evladların içində seçilən evlad olub. Çox belə sözündə düz, mərd uşağı idi. Onun bir sözü hamının dilində əzbərdir, uşaq idi. Yəni elə televizorda baxırdı bu müharibənin gedişinə zadım. Anasının boynu uzarlı bir ki, darıxma, Qarabağa mən özüm alacam. Yəni o uşaqlığından elə bir ürəyinə dammışdı onun şəhid olmağı. Yəni ona da qismət oldu ki, torpaqlarımızın alınmasında öz şücaətini göstərdi. Yəni pandemiya vaxtı idi, ona hətta o and içmə mərasiminə də icazə verilmirdi də. Ondan sonra bir dəfə getdim, onun yanına görüşdüm. Hətta onda da içəri buraxmadılar, elə setkadan. Yəni bağırma basa bilmədim də mən ona. Setkadan əllərimiz əlinə dəydi, balığı formada beləsinə. Hələ kəlməsi o idi ki, darıxmayın, nə vaxt zəng edirdin, danışırdın, dedi ki, darıxmayın, hər şey yaxşı olacaq, hər şey yaxşı olacaq, görüşərək qismət olsa. Görüşmək qismət olmadı, amma mənim başımı uca elədi də, yəni bütün Azərbaycana tanıtdırdı. O balaca boyu ilə, az yaşı ilə. Qeyrətli uşaq idi. Mərd, sözünün üstündə duran, yəni hər şeyə qadir, nə deyirdisə onu eləyirdi, eləməli idi. Mərd uşaq idi. Ata kimi ona fəxr edirəm mən ki, belə başucala gətirdi. Həm də yaram sağalmırdı, mənim, necə deyim, 4 bacının bir qardaşı idi. Düzdür, çıxıb bayıra gülüb danışır, amma onun yarası mənim ürəyimdə qalıb. Sağalmayan bir yaradır. Yenə şükür Allaha ki, torpaqlarımız alındı. Belə sevinirəm ki, mənim də evladımın orada payı oldu. İtirilmiş, necə namusumuzu, qeyrətimizi gətirdilər, qaytardılar. Və də fəxr eləyəsi uşaq idi. Allah bütün şəhidlərə qəni-qəni rəhmət eləsin. Şəhidlər hamısı mənim evladlarımdır, hər biri. Onun bir dostu olub, uşaqlıq dostu. Bir yerdə böyüyüblər. Sadiq İsayev. Onun da gəlməyinə 17 gün qalmışdı. Mən onu öz muradım kimi gözləyirdim. Elə bilirdim, elə Murad qayıdıb gələcək. Yəni, nə biləm, elə bil Allah o da mənə qismət eləmədi ki, heç olmasa ondan təsəlli alım. Onların dostluğu qeyri-adi dostluq idi də, yəni belə bir dostluq. Mən bu yaşayamışam, belə bir dost rast gəlməyib mənə. Bir-biri için ölmə gedən, hətta Sadiqin bir sözləri vardı, şeir də yazmışdı onun adına. Əsgərlik yoldaşları onu danışırdılar ki, əsgərlikdə Sadiq ancaq Muraddan danışırdı. Şəhid olmağın arzulayırdı. Gəlib qəbrimin üstündə ziyarət elində demiş ki, qardaş, sən gəlmədin, amma mən gələcəm sənin yanıma. Allah o da mənə çox gördü, qismət eləmədi görüşmək. Yəni, Murad qədər istədiyim uşaq idi və o da. Allah bütün şəhidlərimizi ucadan uca eləsin. Onsuz da ucadıları onlar bütün dünyaya tanıtdırdılar Azərbaycanı. Belə fəxr edirəm ki, Murad kimi evladım olub. Rızayeva Mehparə Cəbrayıl qızı. Rızazadə Mirmuradın anasıyam, şəhid. Murad haqqında danışmaq mənim üçün həm çətindir, həm də şərəflidir. Murad çünki çox körpə idi. Muradın 18 yaşı var idi. 4 bacının bir dənəsi idi. Yəni Murad həmişə elə deyirdi ki, Qarabağı gedim mən alacam. Çox vətənpərvər, ailə canlı, mehriban uşağı idi.
hamının sevimlisi idi də. Murad həqiqətən də elə bir uşaq idi ki, onun haqqında danışmamaq qeyri-mümkündür. Murad çox körpə idi. Muradın bacıları, atası, anası, nə bilim, onun hələ də yolunu gözləyirik. Yəni Murad, biz onu elə bil atasının ad günü onun xəbərini aldıq. Biz üçün 5 ildir biz o ata, yəni o ad günü nədir bilmir. Ya heç birimiz ha, yəni ki Muradın çətinliyi olmamağı bizə çox çətindir. Bizə ondan heç bir xəbər, necə deyim, ondan heç nə qalmadı da. Yəni ki, bir paltarı, bir nə isə Muradın heç nəyi qalmayıb, yəni ki. 18 yaşınacan nə olan, mən onun paltarlarını saxlayıram, iyin onlardan alıram. Yəni 18 yaşında əskər getdi, onun 2 dəyə şəkli gəldi. Yəni mən həm onun şəkillərini axtarıram, paltarlarını axtarıram. Məsələn, şəhidlər hamısına canım qurban. Amma Murad kimisi, elə bil ki, necə deyim, onun mən əskər geydiyi paltarı belə görə bilmədim. Mən onu bir ana kimi əskər formasında gedib görmədim. Heç onu, necə deyim, bir ana kimi gedib bağrıma basa bilmədim. O 3 ayın əskəri idi. Yəni, mən üçün həqiqətən də çox çətindir Murad haqqında danışmaq. Həm də şərəflidir ki, mənim oğlum qəhrəmandır. Mənim oğlum belə bir igid imiş. Həqiqətən də dediyinə layiq oldu. Dediyinə sahib çıxdı ki, Qarabağı dedi, mən alacam, oldu da. Yəni, Muradın heç bir nişanəsi qalmayıb da. Yəni, bir ana kimi həqiqətən də mən çox əziyyət çəkirəm. Onu 5 ildir gözləyirəm, hələ də gözləyirəm ki, bəlkə nə isə bir qala, nə isə bir göndərələr gələ, bir bağrıma basam da, yəni. Yəni, bütün şəhidləri Allah yerlərin cənnət məkanı eləsin, yerlərin ucadan uca olsun. Hamısının qarşısında baş əyirəm, hamısı mənim evladımdır. Bu qədər.